Salam əziz izləyicilər, mən Azərbaycan dili müəlliməsi Suğra Əsədli. Bugün sizə ikinci qızıl qaydamızın izahını təqdim edəcəm. Bugünkü qaydamız sonu q samiti ilə bitən sözlərə aid olacaq. Sonu q samiti ilə bitən sözlər iki cür olur. Saitlə başlayan şəkilçi artırdıqda q-ğı əvəzlənməsi baş verən sözlər və q-ğı əvəzlənməsi baş verməyən sözlər. Biz bugün q-ğı əvəzlənməsi baş verən sözlərdən danışacağıq. Məsələn, bir söz götürək, qonaq sözü. Qonaq sözünə saitlə başlayan şəkilçi artıraq. Qonağa q-ğı əvəzlənməsi baş verdi. Deməli, biz qonaq sözünü nümunə olaraq götürə bilərik. İndi isə baxaq sözün tələffüzünə. Deməli, qonaq sözü tək işləndikdə, yəni şəkilsiz işləndikdə, qonaq sözünə samitlə başlayan şəkilçi artırdıqda və ya özündən sonra samitlə başlayan söz gəldikdə, sözün sonundakı q x kimi tələffüz olunacaq. Saitlə başlayan şəkilçi artırdıqda, özündən sonra saitlə başlayan söz gəldikdə, sözün sonundakı q x kimi tələffüz olunacaq. Məsələn, bir-iki nümunə yazaq. Qonaq otağı. Qonaq otağı. Gördüyümüz kimi qonaq sözündən sonra saitlə başlayan söz gəldiyinə görə q, ğ kimi tələffüz olundu. Bir də samitlə başlayan söz olsun. Qonaq gəldi. Qonaq gəldi. Bəli, burada samitlə başlayan söz gəldiyinə görə q, x kimi tələffüz olundu. Və ya qonaq sözü şəkilsiz işləndikdə, tək işləndikdə qonaq bu şəkildə tələffüz olunacaq. Belə ikinci qızıl qaydamızın da izahı bu qədər. Ümid edirəm ki, izahım sizin üçün yararlı olmuşdur. Sağ olun.